Nəinki qadını, bu mətbəxi quraşdırsan, heç kişi də oradan çıxmaz, çünki çox funksionaldır. Mənim dərdimə bax da, fikirləşirəm ki, yuxarıdakı dolabın qapısını necə açacağam bəs? Ayağımın altına stul qoymalıyam. Deyirlər, yox, yox, narahat olma. Buradan, ona bax, buradan basırsan, bağlanır. Klik edirsən burada. Avtomatik açıldı. Burada qaz sobasının altında xüsusi yığılmış dolablar var. Deməli, basırsan belə açılır. Bax, burada zibil qabları var. Üst dolab, alt dolabdakı zibil qablarının üstünü bağladığı üçün qoxu filan yayılmır. Lift mexanizmli boşqab yeridir bu. Amma boşqabları bura yığmaq üçün da 1 saat belə əlini uzadıb orada iş görmürsən. Rəf özü sənə doğru gəlir, yığırsan qablarını bura, sonra da qaytarırsan geri. Əl üzüyanın altıdır. Hamısı rəfdir, fikir ver. Künc mexanizmi adlanır. İçində bankalar filanlar, nə desən yığmaq olur da bunun içinə. Bu kargo mexanizm gedir. Bax, quru ərzaq məhsulları var, değil mi? Çaydır, makarondur, undur. Hər iki tərəf açıq olduğu üçün sanki bir havalanma effekti yaradıblar. Ona görə də məhsullar xarab olmadan qalır burada. Və ən maraqlı mebellərdən biri budur. Fikir verin. Xüsusi mexanizmlə qalxan və enən masa. Burada da belə düymələri var. Bax, fikir verin. Düyməyə basırsan, enir aşağı. Hər kəsin boyuna uyğun. Tavan üçün mebel yığılıb ayrıca. Asma tavandır bu. Yəni unikaldır da, yəni həqiqətən. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.